Verdiyevlər ocağı barmaqla deyil, barmaqlar da qurtarır o ocağın yetirdiyi çoxlu şairlər var. Amma mən nə şəkildə istədim, o şəkildə söz verir. Miraslan, indi bax qarşınızda o kamera ilə sağa sola çəkən, qəmkeşin hörmətini aləmə car çəkənlərdən birisidir. Və sizin bəziləriniz bəlkə də o kameraya görə onu o kameranın ustadı kimi tanıyırsınız. Amma mən onu gözəl hekayələr, kitablar müəllifi və gözəl söz sahibi bir adam kimi tanıyıram. Mən bu yerdə sözü bizim gözəl nasirimiz, gözəl jurnalistimiz Miraslan bəyə verir. Kəlbəzərdə deyilə biləcək sözün hamısı Murovun o tərəfində deyilməlidir. Qəmkeş bəlkə də çox yaşayacaqdı. Bəlkə də heç olmasa Allahın qismətindən bir 10-15 il artıq yaşaya bilərdi. Bəlkə də bu dərd, bu kədər onu öldürdü və çoxlarını bəli ölüm yaşına deyil, çoxlarını dağların o tərəfinə qayıtmamaq həsrəti öldürür qardaş. Hərənin bir taleyi, hərənin bir qisməti var. Allah Teala hər kəsi yaradanda bir torpaqla qismətə də onu yaradar. Yəni kimsə hansı torpağa qisməti olacaqdır. Qəmkeş Gəncə torpağına, Xanlar torpağına qismət oldu. Mənim bir arzum var, bir istəyim var ki, Kəlbəzərilərin hamısı, Verdiyevlərin hamısı öz axıl yaşında Allah Taala'nın qismət elədiyi vaxtında qoy Kəlbəzər torpağına qismət olsun. Onda Qəmkeşin də və ondan qabaq da, ondan sonra da rəhmətə gedəcəklərin də ruhları şad olar ki, hər kəs öz baba torpağında, ata torpağında rəhmətə getsin, öz baba torpaqlarına qalasın. Əlbəttə, indi biz kədəri bir günə yığışmışıq. Yəni, kədəri deyəndə bu hardasa da hər adama qismət olan bir qırx da belə keçirilməli öz aramızda. Yəni, bu cəmaatın arasında, Kəlbəzərlərin arasında bu adamın hörməti varmış ki, bu qədər hörmətlə xatırlanılır. Mənim bir böyük arzum, bir böyük istəyim var. Bu təkcə mənim yox, burada yığılanların hamısına, bütün Azərbaycanı sevənlərin, bütün dünya Azərbaycanlarına hörmət edənlərin böyük bir arzusudur ki, qardaş. Kəlbəzər başda olmaqla, bütün Kəlbəzərlər buradadır ki, öyle deyirəm mən. Bütün Azərbaycanımız bütöv olsun. Bütün Azərbaycanımız bütöv olsun. Mən Qəmkeşin balalarına, yaxın adamlarına qoy, Allah Teala onlara səbir versin. Çətindir, mən söz deyə bilmirəm. Vallahi çox çətindir söz. Çünki bu ağrıları bəlkə də mənim 45-46 yaşım var. Bəlkə də mən 450-500 il yaşamışam bu dərdlərin hamısına. Ona görə söz deyə bilmirəm. Bu dağlara baxaram, bu bəyaz ağlığa baxaram. Bayaqçı tufana baxaram, ürəyim qubar edir. Və fikirləşirəm ki, nətər ola bilər ki, Qəmkeşin balaları, nətər ola bilər ki, bizim Sultan bəyin nəvələri gün o torpaqları qoyub gəlmiş olsun, orarsız yaşasın. Yəni, biri yaşamağa bizim haqqımız da yoxdur. Əlim söhbət edən həmişə deyir ki, mən iki dərdi yaşayıram. Bir Göyçə dərdini, bir də Kəlbəzər dərdini. Amma biz gör neçə dərdlər yaşayırıq. Göyçəmizdir, Kəlbəzərimizdir, Ağdamımızdır, belə deyək də Təbrizimizdir, Borçalımızdır. Hamısı bizim dərdimizdir bunlar. Qəmkeş bu dərdlə dünyadan keçdi. Mən böyle yaxşanlar arz edirəm ki, heç kim bu dərdlə dünyadan keçməsin. Azərbaycanı bütöv görsün, o gözəlliyi görsün, Azərbaycanın ikisəltiyini görsünlər. Onda onların ruhu da şad olacaq, bizim canımız da rahat olacaq. Çox sağ olun.